Selamun Aleyküm. Hardayam hökmeli Qobi yolunda 32.500 manat, bəli. 32.500 verirsən, sənə bir dənə. Burasında yataq otağı olub. Tam təmir ev axtarırsansa, düz ünvandasan. Yəni bir dənə bura böyük hal-hazırda zal kimi istifadə edir. Amma bura yataq otağı olub. Görsə səliqəli, tam təmirli evdir. Hazır köç yaşayan alıb rahatlıqla köçüb yaşaya bilərsən. Yəni alandan sonra pul qoymaya ehtiyac yoxdur. Əslində zal bura olub. Yəni zal studiya 3 otaq kimi də istifadə edə bilərsən. Ora elədin yataq otağı. Burada da bir dənə zal studiya böyük otağın olacaq. Yəni qiymət haqqında tam məlumat verim, sonra o birisi otağı ilə danış eləyəcəm. Yuxarıda da bir otağı var. Hamam salon üzərində göstərəcəm. Deməli Hökmə Qobi yolunda 156 A-nın yoluna buradan 100 metr, 50 metr məsafədədir. Kreditdən də yoldan da verilir. Kreditdən necə olacaq? 2-3 min məbləğ. Yəni xırda məbləğ satmasa, yəni gözləmək olar, problem deyil. Yəni 32.500 manat son deyim mənə qiyməti. Və burada Qladovka kimi yerdə var, həyətdir. Nə artıq nə üstü olsa qoya bilərsən. Burada da hamam sanuzelidir. Yəni bugünkü gündə sən bu kvadratda belə bir ev ala bilməzsən. Yəni bu təmirdir. Bir də hamam sanuzelini biraz gəzdirmək lazımdır. Görürsə ölçülər çox genişdir. Altında 8 tonluq su basenası da var. Orada qardırobu. Qalxıb bir də ikinci mərtəbəyə tanış olar. Yəni özünə şəxsi özünə tikdiyi evdir. Buradan gəldi. Burada bir dənə böyük yataq otağı var. Bu da səliqəli otaqdır. Görürsünüz ölçülər çox genişdir. 2 dənə pəncərəsi var yataq otağında. İstəsin oranın aşağıdakı otağı da yataq otağı eləyib, zal studiya üst otaq kimi də istifadə edə bilərsən. Yəni bugünkü gündə bu qiymətinə görə hal-hazırda belə bir ev yoxdur. İndi çıxıb bir dənə həyətidən tanışır. Navesti qəşəng həyəti var. Yəni bu da çöldən görünüşdür. Həyətinə rahatlıqdan 2 maşın daxil olur. Navesti qəşəng həyətidir. Yəni həyətini görürüz də bugünkü gündə yəni sən bu qiymətə hal-hazırda ev tapa bilməzsən. Sağ ol.